Selamun aleyküm. Xəbərlər bu gün bir yayılıb ki, nədənsə bu Şəhidlər məscidində xutbələr çox qısa verilir və namaz tez qılınır. Bu nədəndir? Biz bu nədəni bilirik. Çünki cümə günləri həm də Milli Məclisin iclasıdır. Şəhidlər məscidi Milli Məclisə yaxın yerdə yerləşir və görünür ki, tez orada tapşırıq verilib ki, imama tez xutbə verilən bizim hörmətli deputatlarımıza narahatçılıq olmasın. Bu da həm də hökumət özünə bu İslam orada cəmaət gəlir, çox saylı insanlar olur, yüzlərlə insan bu şəhərin mərkəzində Milli Məclisin yanında bu qədər adam, deputatlar da gəlir və onların bir-birləri ilə belə deyək, təması hakimiyyət, hökumət özünə olsun təhlükə görür və bu səhv yanaşmadır. Və müsəlmanlar bu ölkəyə heç vaxt təhlükə olmayıb və ona görə də lazım deyil. Cümə namazlarında onun həftədə bir dəfə cümə namazı xutbələri də qısaltmaq, tapşırıq vermək ki, xutbələri qısa deyin. Əksinə həmən o deputatlar bəlkə də o cümə xutbələrini iştirak eləsələr, o mikrofonda imamın xutbələrini eşitsələr, bəlkə onlara da bir hidayət gələr Allahdan, onlar da islah olarlar. Yəni xutbələrdə zaten nə danışılır ki? Düz yaşa, doğru yaşa, halal yaşa, oğrama, yalan danışma, rüşvət alma, rüşvət vermə, Allaha xidmət elə, iblisə xidmət eləmə. Bu pisdir ki, mənə nə yadıma gəlir? 2005-ci ildə parlament seçkiləri qabağı idi Azərbaycanda. Öncəsi Rəcəb Tayyip Ərdoğan hardasa 2-3 il idi Türkiyədə hakimiyyətdə idi, baş nazir idi o vaxt. Bir Azərbaycan parlamentdə bir çıxışı oldu. Onda da Rəcəb Tayyip Ərdoğan bu cür belə çıxış eləmişdi ki, düz yaşamaq lazımdır, rüşvət almaq lazımdır, halal yaşamaq lazımdır. Elə yaşamaq lazımdır ki, elə idarə etmək lazımdır ki, xalqın səni yaxşı xatırlasın. Yəni, buna oxşar bir çıxış eləmişdi Azərbaycan parlamentdə. Bu da təsadüfi bir çıxış deyil idi. Yəni, eynən, Milli Məclis İslam xutbələrindən qorxmamalıdır, çəkinməməlidir. Hökumət İslam xutbələrindən qorxub çəkinməməlidir. Əksinə, bəlkə də xutbələrə qulaq asıb hansısa rüşvətxor məmurlarımız islah olundu Allahın izni ilə. Yəni, ona görə deyirəm ki, namazlar, meçidlər, xutbələr, nə Milli Məclisi, nə Prezident Administrasiyası, nə hansısa digər dövlət nazirlərimiz işinə əngəl deyil. Əksinə, onlara dayaq olub, doğru düzgün söhbətlərlə, dəvətlərlə həmən o bizim dövlət strukturlarında olan axsaqlıqlarımızı da aradan qaldılar. Ona görə mən buradan müraciət edirəm, Şəhidlər məscidində imkan verin imam normal xutbəsini desin. Onsuz da həftədə bir dəfədir. 5 dəqiqə, 10 dəfə xutbəni uzun deməklə o Milli Məclisə də heç nə olmaz, o deputatlara da heç nə olmaz. O insanlar da heç bir nə Milli Məclisə, nə oradakı deputatlara narahatçılıq da etməzlər. Yəni, bu cür əngəllərlə onsuz da hüquqları pozulan müsəlmanların adi ibadət, namaz, xutbə hüquqlarında almayın. Onsuz zaten illərdir Şəhidlər məscidini bəhanələrlə bağlı saxladınız. Təzədən açmışsınız. İndi də belə korrektələr edirsiniz. Bu korrektələr də heç də doğru, düzgün yanaşma deyil. Müsəlmanlarla öz müsəlman vətəndaşlarına ehtiyatla baxmaq lazımdır. Əksinə, öz müsəlman vətəndaşlarına sevgi ilə yanaşmaq lazımdır. Onlara arxalanmaq lazımdır. Ki, onlar da cəmiyyətdə insanlara düzgün yaşamağı, düzgün yanaşmağı təbliğ etsinlər, dəvət etsinlər və bununla da dövlətin işini yüngülləşsinlər. Təbii ki, dövlət istəyirsə, onun işi bu yöndə yüngülləşsin və doğru, dürüst bir sistem qurulub ölkəmiz inkişaf etsin.